Qoç, səhhətinizin qayğısına qalın, yaşam tərziniz və xarici görünüşünüzdə nəyi dəyişmək barədə düşünün, fəaliyyətə başlayın. Məsləhət və təcrübə mübadiləsində fayda var. İşlər arasında təxirə salınmaz və təcili olanını belirləmək üçün yaxınlarınızla məsləhətləşin. Buğa, ayın ən önəmli və vacib günlərindən biridir. Yalnız öz qüvvənizə, imkanlarınıza, bacarığınıza arxalanın. Bağlı qapıları aça bilərsiniz. Maliyyə məsələlərini nəzərdən keçirin. Tərəfdaşlarla münasibətdə ayıq-sayıq olun. Qarşı tərəfdən diqqət gözləməyin. Əkizlər, pozitiv gündür. Yaxın ətrafınızdakı insanlardan birinin yeni təşəbbüslə çıxış etməsi gözlənilir. Toplantı, kollektiv və ya qrupda ünsiyyət üçün yaxşı zamandır. Sizi diqqətlə dinləyəcəklər. Ətrafınızdakı insanlar sizi anlamağa çalışırlar, qərarlarınıza rəğbətlə yanaşırlar. Xərçəng, günün ilk yarısında fəal olun, əzmlə çalışın. Yeni işə başlamaq olar, amma əvvəlcə yarımçıq işləri bitirmək lazımdır. Problemlər sizi narahat edir, ruhdan düşməyin, özünüzə qapılıb süst davranmayın. Şir, axtardığınız məlumatı əldə etməyə çalışın. Gələcəklə bağlı planlar qurmaq asan deyil. Vəziyyət sürətli və orijinal həllər tələb edir. Ailə üzvləri ilə məsləhətləşin, qohumların dediklərinə qulaq asın. Heç bir səbəb olmadan mübahisəyə başlamayın. Qız, hadisələri müsbət dəyərləndirin. Mühüm saydığınız işlərlə məşğul olun. Boş söhbətlərə vaxt sərf etməyin. Dövlət qurumlarına baş çəkərək problemlərin həlli üçün əlverişli gündür. Bir şərtlə ki, cari işlərlə diqqətlə məşğul olasınız. Tərəzi, önəmli və xüsusi əhəmiyyəti olan gündür. Yaxınlarınız sizdən məsləhət almaq istəyirlər. Tərəfdaş və həmkarlarla münasibətlərə emosiyaların güclü sirayət etdiyi məqamlarda soyuqqanlı davranın. Enerjiniz çoxdur, işlərdə sürətlənmə ola bilər. Əqrəb, hadisələr və xəbərlər əhvalınızı yüksəldə bilər. Aktiv tərəfdaşlığa və əməkdaşlığa meyilli olun. Özünüzü çətin vəziyyətə salmadan yerinə yetirə biləcəyiniz həcmdə işləri öhdənizə götürün. Əvvəllər gördüyünüz işləri başa vurmadan və vədləri vaxtında yerinə yetirmədən yeni işlərə başlamayın. Oxatan, maliyyə məsələlərinin həllindəki təşəbbüskarlığınız uğurlu ola bilər. Birgə fəaliyyətə üstünlük verin. Başladığınız layihələrə pul yatırın. Yeni işdə özünüzü sınamağa tələsməyin. Alınan informasiya, ünvanınıza səslənən sözlər ciddi narahatlıq yaratmasın. Oğlaq, öz dalğanızda olun. Tənbəllik etməsəz günün sonunda sevinəcəksiniz. Maraqlarınızı təmin etməyə çalışın. Sürprizlər, etiraflar, hədiyyələr ola bilər. Rəğbət bəslədiyiniz insana yardım edin. Ənənəvi həyat tərzinizi dəyişəcək addımlar atmayın. Dolça, peşəkar fəaliyyətlə məşğul olun, əməkdaşlığı genişləndirin, yeni əlaqələr qurun, maliyyə məsələlərini müzakirə edin, borcları qaytarın, gün əlverişli və uğurludur. Yaradıcılıq qabiliyyətinizdən maksimum yararlanın, səhvləri üzə çıxaran problemləri çözün. Balıqlar, qəfil xəbərlər və gözlənilməz dəyişikliklər sürətlə bir-birini əvəzləyir. Sözlərinizdə və əməllərinizdə qətiyyətli olun. Gündəlik həyatınızda köklü dəyişikliklər etməyin. Əlavə gəlir əldə etmək üçün ciddi səylər tələb olunur.